Finalle, Fine Forza Juventus. İsmail, bugün səninlə Juventus tarixinin ən yaxşı 11-ini seçirik. Düzülüşün necədir? 4-3-3 deyək. 4-3-3 düzülük. Başlayaq qapıcıdan. Başlayaq. Təbii ki, bir mənalı olaraq Cici Buffon. Ən yaxşı sol cinah müdafiəçisimiz kimdir? Gianluca Zambrotta. Stoper ikilimiz kimdir? Stoper ikilisi biri Giorgio Chiellini, digəri Montero yoxsa Bonucci. Montero olsun. Ayırırsan Bonucci, Chiellini ikilisini ki, O xəyanətinə görə də, xəyanətini bağışlamayacaq. ən yaxşı sağ cinah müdafiəçimiz kimdir? Thuram. Yarım müdafiə üçlümüz kimdir? Mən istəyirəm, düzdür, Juventusda çox mövqe üzrə yaxşı futbolçular çox olub. İstəyirəm Juventusa faydalı olan futbolçuların adını çəkim. Məsələn, çempionluqlar, uğurlu nəticələr qazanan. Yarım müdafiə üçlüsü David, Nedved, Pirlo. Andrea Pirlo. Ki, sol cinaha və sağ cinaha kimləri qoyuruq? Sağa qoyaq Cristiano Ronaldo-nu. Sola qoyaq Del Piero-nu. Mərkəz Mərkəz üzvümüz üzvüsü kimdir? də Trezeguet. Təşəkkürlər İsmail. Dəyməz, buyurun.